Salam, hər vaxtınız xeyir olsun, əziz dinləyicilərim. Belə bir evimiz çıxıb. Evimiz 3 otaqdan ibarətdir. Hal-hazırda evin həyətini görürsünüz. Evə daxil olmuşdan qabaq evin yan hissəsi ilə aşağı düşürük. Həyətə daxil oluruq. Deməli, bu evi gördüyünüz kimi hündür kürsülüdür, 11 daşın üzərində tikilmişdir. 3 otaqdan ibarətdir, 120 kvadrat metr sahəsi. Bu evin arxa hissəsidir, əziz izləyicilər. Gördünüz, arxa tərəfdə beton biltələr quraşdırılmış zabor. Bu evin arxa hissəsi, bu evimizin podvalıdır. Qaranlıq da olsa görünür. Hündür podvalı var, 2 metr hündürlüyündə. Qupqurudur, nəmişliyi yoxdur. Hər şey öz qaydasındadır. Əsl yaşamaq üçün gözəl bir yerdir, gözəl bir evdir. Həyətdə göründüyü kimi toyucuda saxlanılır. Qəşəng güllər yetişdirilib, ağac da var. Keçək evimizin daxilinə. Daxil oluruq evimizin dəhlizinə. Dəhlizə daxil olduqda sağ tərəfdə belə bir güzgü quraşdırılıb. Düz getdikdə, deməli, evin hamamıdır, baxa bilərsiniz. Yan tərəfdə isə sanuz yerdir, ümumi sanitar qovşağıdır. Bütün aksesuarlar quraşdırılıb, yaxşı vəziyyətdədir, işləş vəziyyətdədir. Ev demək olar ki, tam yaşayışa uyğundur, bütün təchizatlıdır. Deməli, sol tərəfə daxil olduqda evimizin qonaq otağına görürsünüz. Qonaq otağı deməli genişdir, işıqlıdır. Buradan baxdıqda sol tərəfdə qonağın mətbəxidir. Qonaq deməli düz qonaq otağı, solda isə mətbəxdir. Sağ tərəfdə isə birinci yataq otağıdır. Geniş valideyn otağıdır. Geniş, işıqlı. Deməli, evimiz iki cür satılır. Deməli, əşyalı, əşyasız. Əşyalı satılır 68 min manata, əşyasız satılır 66 min manata. Bu isə evimizin ikinci yataq otağıdır. Daxil oluruq. Yataq otağından, pəncərədən çölə baxış görünür. Bayaq sizə göstərdim, bu həyətidir. Öz həyətinə baxışıdır. Əziz izləyicilər, deməli, evimiz 3 otaqdan ibarətdir. Təkrar edirəm, 11 daş üzərində tikilib, kürsülüdür. 2 qoşa daşdan ibarətdir. Hündür, işıqlıdır. Prospekt yola cəmi 100 metrə məsafədə yerləşir. Deməli, prospekt yol dedikdə, Köhnə bazara yaxın bir ərazidə 119-un marşrutu dönən yerdən əks tərəfə daxil olursan 100 metrə. Bizim bu 3 otaqlı evimiz həmin ərazidə yerləşir. Hal-hazırda həmin ərazidə bir saat işlər gedir. Yəni yol asfalt örtüşlə örtülmə üzrədir. Çox gözəl bir evdir. Yaşamaq üçün bütün ləvazimatlar, bütün təchizat var. Qaz, işıq, su daimidir. Kanalizasiya mərkəzləşdirilmiş qaydada. Buyurun, əgər xoşunuza gəlirsə, bu ev barədə zəng vurub maraqlana bilərsiniz. Profildə nömrəmiz var. Allah alana da, satana da xeyir versin. Zəng vurun, ev sahibi ilə danışın. Mənə belə gəlir ki, bu evi almaq olar, vacibdir. Çünki yaşamaq üçün hər cür təchizatlar vardır. Sağ olun.